Salam uşaqlar, hər vaxtınız xeyir. Hər birinizə xoş istirahətlər arzu edirəm. Yenə də istirahətdə olsaq da dərsləri unutmamaq üçün 6-cı sinifin 1-ci Hizr Namazov kitabından qiymətləndirmə tapşırıqlarımızdan ilk mövzudan başlayaraq tapşırıqlarımızı yazacağıq. Bilirik ki, birinci mövzumuz natural ədədin qüvvəti mövzusudur. Variantlarımız 4 variantdan ibarətdir. A, B, C, D olaraq. Çalışacağım ki, hər mövzunu bir video şəklində paylaşım, yəni hissə-hissə paylaşmayım. Başlayaq suallarımıza. A variantı ilə davam edək. Daha doğrusu başlayaq. Onu da qeyd edim ki, yay dərslərimizə qoşulmaq istəsəniz bizimlə əlaqə saxlaya bilərsiniz. Natural ədədin qüvvəti A variantı. Birinci sualımızda nə deyir? Birinci sualımızın misalımızı köçürdək. Çıxılsın 3-ün kvadratı üstü 3 şəklində qeyd olunur. 1223 olduğu kimi qalacaq. 3-ün kvadratı 9 edir. 9-un kubu da 729 edir. 1223-dən 729-u çıxdığımız zaman 494 edir. Variant da D variantı. İkinci sualımızda A-nın kvadratını bizə verir. 11 çıxılsın 3-ün kvadratı və deyir ki, A üstü 4 ifadəsinin qiymətini tapın. A-nın kvadratı bərabərdir. 11-dən 3-ü çıxdığımız zaman 8, 8-in kvadratı. A-nın kvadratı bərabərdir 64. Bu şəkildə yazsaq, əslində buradan ilə kvadratlar ixtisar edib A-nın bərabər 8 də qeyd edə bilərsiniz. Sadəcə izah üçün bu şəkildə qeyd edirəm. A bərabərdir nəyin kvadratı 64 edir? Əlbəttə ki, 8-in kvadratı 64 edir. Biz tapdıq ki, A 8-dir. Gətirib yerinə yazsaq, yəni 8 üstündə 4 də bərabərdir 4096-ya. Variantımız da A variantı. Üçüncü sualımız. X minus 6-nın kubu bərabərdir 2 üstündə 5-ə. 6-nın kubu 216, 2 üstü 5, 32 deməkdir. Bu dərsin izahını mən vermədim. Çox güman ki, adətən hər kəs bilər. Amma 6-cı siniflər üçün, məsələn, ilk baxan uşaqlar üçün də çalışaram ki, yox. Məncə, bunlar dərs izahını qeyd eləmişəm səhifəmizdə. Amma yenə də qüvvət üstü nə deməkdir? Məsələn, A-nın üstündə 4 nə deməkdir? 8-in üstündə 4. Yəni 8-dən 4 dənədir. 8 vurulsun 8, vur 8, vur 8 kimi. Və yaxud da 6-nın kubu nə deməkdir? 6-nı 3 dəfə öz-özünə vurmaq deməkdir. Qüvvət üstü, qüvvətin əsası. X də bərabər azalan çıxılan fərqdir. Azalan tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etməliyəm. X də bərabərdir 248-ə. Variant olaraq C variantı. Burada yer yoxdur. Yox, buradan yazaq. Düzbucaqlı formasında olan bağın uzunluğu A deyək 3 üstündə 5-dir. Eni isə 5-in kubudur. Bu bağın perimetrini tapın. Biz bilirik ki, perimetr düsturumuz P bərabərdir düzbucaqlı üçün. 2 vurulsun A üstə gələk B-dir. Baxırıq ki, A bərabərdir 3 üstündə 5, 243 edir. B bərabərdir 5 üstündə 3 də 125 edir. Gətirək yerinə yazaq. 2 vurulsun 243 üstə gələk 125-ə. Bərabərdir 2 vurulsun 368, o da 736 edir. Metr. B bəndi. 5-ci sual. N bərabərdir 3 olduqda ifadəmizi bura qeyd edək. 3 üstündə n plus 1 çıxılsın 2 vurulsun 5 üstündə n minus 1. N'in qiymətini gətirib ifadəmizə yerinə qoyuruq. Yəni olur 5 vurulsun 3 üstündə 3 üstə gələk 1 çıxılsın 2 vurulsun 5 üstündə 3 minus 1. Bu da bərabərdir. 5 vurulsun 3 üstündə 3 üstə 1 gələndə 4 edir. Çıxaq 2 vurulsun 5 üstündə 2. 5-i 3 üstü 4 edir 81. Çıxılsın 5-in kvadratı 25. O da bərabərdir 405. Çıxılsın 50. 355-ə.
Variantımız C variantı. 6-cı sual. Üçbucaq verir 6'nın kubu. 6'nın kubu edir 216. Kvadrat verir 7'nin kvadratı. 7'nin kvadratı 49 edir. Dairə 2 üstündə 3'ün kvadratı. 2'nin kubu 8'in də kvadratı 64. Deyir aşağıdakilerden hansı doğrudur? Yəni hər birini ayrı-ayrılıqda hesablayıb baxmaq lazımdır. Vaxt getməsin deyə burada mən sizə qeyd edəcəm. Burada D variantında göstərilir. O zaman eybi yox. Hamısını gəlin qeyd edək. Sizə də aydın olsun ki, biz hardan alırıq bunu. Yazır üçbucaq kiçikdir. Kvadrat üstə gəlsin dairə. Gətirək yerinə yazaq. Üçbucağın qiymətini biz 216 almışıq. 216 kiçikdir. Kvadratın qiyməti 49, üstə gələk 64 yazaq. 216 kiçikdir. 49'un üstünə 63 gəldiyimiz zaman 113 edir. Baxırıq ki 216 113'dən kiçik deyil, böyükdür. Ona görə A variantı səhv oldu. Keçdik B bəndinə. Yazır üçbucaq çıxılsın kvadrat bərabərdir dairə. Üçbucağın qiyməti 216'dır. 216 çıxılsın 49 bərabərdir 64. Bu ifadə bu şəkildə yazılıb. Amma 216'dan 49'a çıxdığımız zaman edir 167. Yəni bu da yanlışdır. C bəndini buradan yazaq. Dairə kiçikdir. Kvadrat kiçikdir üçbucaq. Dairənin qiyməti 64 kiçikdir 49'dan. O da kiçikdir 216'dan. Xeyr. Bu da yanlışdır. D variantında isə siz buradan görmürsünüz. Mən sizin üçün yazıram. Kvadrat vurulsun dairə böyükdür üçbucaqdan. Kvadratın qiyməti 49'dur. 49 vurulsun 64 böyükdür 216'dan. 49 64'e vuranda 3136 edir. 3136 da 216'dan böyükdür. Yəni 6-cı misalımızın cavabı D variantıdır. Keçək 7-yə. Deyir ki, bərabərliklərdən neçəsi doğrudur? Gəlin baxaq. 3 üstündə 5, 5 üstündə 5'ə əlbəttə ki, bərabər deyil. Gəlin yazaq hamısını. Sizə də aydın olsun. 3 üstündə 5 edir 243. Yazıb bərabərdir. 5 üstündə 5 3125 edir. Yenə də siz misalları yazdığınız zaman hesablamalara təzədən baxın. Çünki əgər mən əvvəldən izləmirsinizsə, yeni izləmirsinizsə, bəzən mən dərsləri gecə çəkdiyim üçün yorğun olduğuma görə qarışdıra bilirəm. Mən sadəcə yolunu göstərirəm, yəni də siz özünüz hesaplayarsınız. 243 əlbəttə ki 3125'ə bərabər deyil. Bu doğru olmadı. Sonra keçək. 2'nin kubu üstü kub bərabərdir 8'in kubuna. Bəli, elə 2'nin kubu onsuz da 8 edir. Qalır kub. 8'in kubu 8'in kubuna bərabərdir. Bu doğrudur. Üçüncü misalda 1, 2, 3, 4, 5. 5 dənə 5 var. Yəni 5 üstündə 5 deməkdir. Bu da doğrudur. Burada qeyd edək. 5 üstündə 5 deməkdir. Bu da doğrudur. Digəri 4'ün kvadratının kvadratı bərabərdir 256'ya. 4'ün kvadratı edir 16. 16'nın da kvadratı 256 edir. Həqiqətən 256 256'ya bərabərdir. Bu da doğrudur. Hər iki 3 dənəsi doğrudur. Digər tərəfdən 8'in kvadratı bərabərdir 2 üstündə 8'ə. Əlbəttə ki doğru deyil. 8'in kvadratı 64 edir. 2 üstü 8'də 256 edir. Bu doğru deyil. Neçəsi doğrudur soruşduğu üçün 3 dənəsi doğrudur. Variantda olur B bəndi. Keçək 8'ə. Deyir A bərabərdir 4, B bərabərdir 3 olarsa, B üstündə A çıxılsın A üstündə B ifadəsinin qiymətini tapın. Belə verilən ifadələrdə diqqətli olun. Birinci verilənləri həmişə dəftərə yazın ki, sizin misalı həll etmək daha rahat olsun. Baxırıq ki, B-dir. B 3'dür. Üstündə A, yəni 4 çıxılsın. A 4'dür. Üstündə 3 bərabərdir. 3 üstündə 4 edir 81.
4'ün kubu edir 64. 81'den de 64'ü çıxdığımız zaman edir 17. Variantımız da olur A variantı. 9-cu misal. 64 bərabərin boş xanaya yazılacaq ədədlərin hasili ən böyük 2 rəqəmli ədəddən neçə vahid kiçikdir? Gəlin indi elə bu qayda şəklində bunu mən sizə göstərim ki, verildiyi zaman, məsələn bu şəkildə verildiyi zaman qüvvət üstün tapmağı biz necə yazmalıyıq? Baxın. Deməli belə misallarda baxırıq ki, indi biz nə bilək ki, 2 üstündə çox əslində bilməliyik, birbaşa baxan ki, bilməliyik. Məsələn 64 2 üstündə neçədir? Sadəcə deyək ki, hələ yeni öyrənirik dərsi, bilmirik. O zaman biz həmən bu qüvvətin əsasını birinci 1-ə vururuq. Edir 2. Sonra aldığımız cavabı yenə qüvvətin əsasına vura-vura gedirik ta ki 64'ü alana qədər. 2'ni 1'ə vurduq 2. 2 vurulsun 2 bərabərdir 4'ə. 4 vurulsun 2 8. 8 2 16. 16'nı 2'yə vuranda edir 32. 32'ni 2'yə vuranda edir 64. Baxaq görə neçədən oldu? 1, 2, 3, 4, 5, 6. Deməli 2 üstündə 6, 64'ə bərabərdir. Eyni qaydanı burada tətbiq edək. 3 vurulsun 1 bərabərdir 3'ə. Yəni aldığımız cavabı həmən qüvvətin əsasına vururuq. Yəni 3'ə. 3'ə vuranda edir 9. 9'u 3'ə vurduğumuz zaman 27. 27'ni 3'ə vurduğumuz zaman edir 81. Burada baxırıq 1, 2, 3, 4. Deməli 3 üstündə 4 edir 81. 2 üstündə 6 edir 64. Gəlin sualımızı bir də oxuyaq. Boş xanaya yazılacaq ədədlərin hasili. Ədədlərin hasili 6 vurulsun 4 bərabərdir 24 elədi hasilimiz. Ən böyük 2 rəqəmli ədəd. Ən böyük 2 rəqəmli ədədimiz bilirik ki 99'dur. Ədəddən neçə vahid kiçikdir? Yəni 99'dan 24'ə çıxdığımız zaman edir 75. Variantımız da olur C variantı. A variantının 10-cu sualına gəldik. Uyğunluğu deyir, müəyyən edir. Misallar verir, biz bunları həll etməliyik. Gəlin elə burada misalları köçürək. Birincidə yazır 2 üstündə 4 vurulsun 5 üstündə 4 bölünsün 10'un kvadratı. 2 üstündə 4 edir 16. 5 üstündə 4 625 bölünsün 100'ə. Bunu vurduğumuz zaman deməli edir 10.000. Görünür. Bölünsün 100'ə. 2 dənəsi ixtisar getdiyi üçün olur 100. Axırda uyğunlaşdırarıq. Gəlin birinci cavablarımızı tapaq sonra. İkinci misalımız 9 vurulsun 5'in kvadratı. 3'ün kubu vurulsun 75. Çıxılsın 3'ün kubu. Bərabərdir. 9'u deməli 25'e vurduğumuz zaman 225 edir. 3'ün kubunu 75'e vurduğumuz zaman 2025 edir. Bunların da hər birini deməli ixtisar apararıq. Bir dəqiqə buraya yazaq 27'də 1. Hər tərəfi 225'e bölsək edəcək 9'da 1 çıxılsın 27'də 1. 9'dan 27'nin ortaq məxrəci ilə 27'dir. 27'ni 9'a böləndə 3 edir. 27'ni 27'yə böləndə 1 edir. 1'i də 1'ə vurduq, 3'ü də 1'ə vurduq, 3 aldıq. Yəni oradan gəlir. Bu edir 27'də 2. Üçüncü misalımız 3'ün kubu çıxılsın 2 böl 5'in deməli 3'ün kvadratından 3'ün kubu 27, 27'den 2'ni çıxdığımız zaman 25 edir. Bu aşağı hissədə məxrəcimiz 250'dir. Üstə gələk 8'də 2. Yine hər tərəfimizi 25'e ixtisar etdiyimiz zaman edir 10'da 1. Üstə gələk 8'də 2'yə. 8'də 2'ni ixtisar eləyək 4'də 1 kimi. Olur bu 40'da 14. 40'da 14'ün də hər tərəfini 2'yə ixtisar etdiyimiz zaman olur 20'də 7. Gəlin baxaq varın. Buradan bilmirəm görünür. Bəli. 1'ə C aldıq. İkinci 27'də 2 D variantı. Üçüncü 20'də 7 Y variantı. Bax bu şəkildə tamamlandı. Keçək B variantına.
B variantı birinci sualımız. Yazar 2'nin kubu üstə gəlsin 324. 2'nin kubu edir. Deməli 8, 8'in də kubu 512. 512'nin üstü 324 gəldiyimiz zaman 836 edir. İkinci sualımız. A'nın kvadratı bərabərdir 3 üstündə 4'ün kvadratı olarsa, A üstündə 4 ifadəsinin qiymətini tapın. Gəlin birinci buranı hesablayaq. 3'ün üstünə 4 gəldiyimiz zaman 7. 7'nin kvadratı edir 49. Onsuz A da bərabərdir elə 7'yə. Çünki 7'nin kvadratı 49 edir. 7 üstündə də 4 bərabərdir 2401'ə. Variant C variantı. Üçüncü sualımız x üstə gələk 4'ün kubu bərabərdir 3 üstündə 5. X üstə gələk 64 bərabərdir 243'ə. Tənliyi kimi hesabladığımız zaman çıxırıq. X'i də tapırıq ki 179 variantımız D variantı. Dördüncü sualımız. Düzbucaqlı formasında olan parkın uzunluğu 5 üstü 4'dür. Deməli ki A variantındakı ilə eyni misaldır. Eni isə 2 üstü 8'dir. B də bərabərdir 2 üstündə 8'ə. Birinci bunu hələ qeyd edək. 5 üstündə 4 625. 2 üstündə 8 256 edir. Görə bizdən nəyə soruşur? Parkın sahəsi neçə hektardır? Sahə düsturu bilirik ki, düzbucağının sahəsi S bərabərdir A vurulsun B. Yəni 625 vurulsun 256'ya. Bu deməli 160.000 metrin kvadratıdır. Bunu da hektara çevirdiğimiz zaman olur 16 hektar. Yani variantımız da A variantı olur. Beşinci misalımız n bərabərdir deyir 5 olanda misala köçürək. Bu ifadə nəyə yazın deyə yazaq. 5 çıxılsın 2 üstə gələk 3 vurulsun 5 çıx 1. 8 vurulsun. 5'ten 2'ni çıktığımız zaman 3. Üste gələk 3 vurulsun. 5'ten 1'i çıktığımız zaman 4. 8'i 125'e vurduğumuz zaman 1000 edir. Üste gələk 3'ü də 16'ya vurduğumuz zaman 48. Topladığımız zaman 1048 edir. Variantımız da olur B variantı. Altıncı sual. Yine eyni qayda ilə 9'un kvadratı edir 81. 3 bucaq 7'nin kubu edir 343. Dairə 4 üstündə 4 edir 256. Aşağıdakilerden deyir hansı doğrudur. Bayaqki misalımız kimi hamısını bir yerinə yazıb hesablayırıq. Biz burada birbaşa cevabı yazacağıq. Elə A variantı olur. Vaxta görə video çox uzun olmasın. Ona görə bu şəkildə qeyd edirəm. 3 üstündə 4. Deyir ki, bərabərliklərdən yenə neçəsi doğrudur? 3 üstündə 4 edir 81. Bərabərdir 4'ün kubu edir 64. Deməli bu doğru deyil. İkinci misalımız 3'ün kvadratı üstündə 5 bərabərdir 9 üstündə 5. Əlbəttə ki 9 üstü 5. 9 üstü 5'ə bərabərdir. Bu doğrudur. 2'nin kubunun kubu bərabərdir 512'ye. 8'in kubunun daha doğrusu 2'nin kubu 8'idir. 8'in kubu ile 512'dir. Həqiqətən 512'ye bərabərdir. Digər tərəfdən 3 üstündə 6 bərabərdir 6'nın kubuna. 3 üstündə 6 729 edir. 6'nın kubu da 216 edir. Bunlar doğru değil. Sonuncusu 1, 2, 3, 4, 5, 6. Bu doğrudur bəli. 4, 5, 6 elə 7 üstündə 6'ya bərabər deməkdir. Baxırıq 1, 2, 3. 3 tanesi doğrudur. Variantımız da B variantı olur. 8-ci misal buradan qeyd edək. N bərabərdir 3, N bərabərdir 5 olanda fikir veririk. Birinci M verir. Üstündə 5 çıxılsın 5 üstündə 3. Deməli 3'ün kubu 243 çıxılsın 125. O da bərabərdir 118'e. Variantımız C variantı.
9-cu sualımız. 243 bərabərdir 3 üstündə hər hansı bir ifadə. 125 də bərabərdir 5-in. Bərabərliyini boşxanaya gəlin. Birinci boşxanamızı tapaq sonra. Deməli necə yazırdıq? 3 vurulsun 1-ə 3. 3-ü vur 3-ə 9. 9-u vur 3-ə 27. 27-ni vur 3-ə 81. 81-i vur 3-ə eləsin 243. Deməli 1, 2, 3, 4, 5. 2 üstündə 5. Daha doğrusu 3 üstündə 5, 243 edir. Gəlin buranda yazaq. 5-i vuranda 1-ə 5. 5, 5'im 25. 25'i də 5'e vurduğumuz zaman 125 edir. Yəni 5'in kubu 1, 2, 3 saydıq. 5'in kubu 125 edir. Ardını oxuyaq misalımızın. Boşxanaya yazılacaq ədədlərin hasili. Yenə hasili 5 vurulsun 3, 15 etdi. Hasil 15'dir. Ən kiçik 3 rəqəmli ədəddən. Ən kiçik 3 rəqəmli ədədimiz də 100'dür. Neçə vahid kiçikdir? 100'dən də 15'e çıxdığımız zaman edir 85. Variant da elə olur. D variantı. Bu 9-cu sual idi uşaqlar. Bəli. Sonra keçdik sonuncu 10-cu misalımıza. Çalışaq ki buradan çatmayacaq. Daha geniş yazaq. Uyğunluğu müəyyən edin deyir. Yenə misalımızı köçürdək. 2 üstündə 5 32 edir. 32'ni 125'e vurduğumuz zaman deməli edir sürətimiz 4000, məxrəcimiz də 10.000. 4000 də 10.000'ə böldüyümüz zaman edir 0,4. İkincisi üstündə 4. Buna əsasən məsələn 3 üstündə 3 ixtisar aparıb burada bir dənə 3 qalır. 8-ə 16'nın ixtisar apara bilərsiniz. O şəkildə də yaza bilərsiniz. Mən sadəcə geniş izah vermək üçün bu şəkildə qeyd edirəm. 8'i 3 üstündə 4, 8'i 81'e vurduğumuz zaman 648 edir. 3'ün 27'ni 16'ya vurduğumuz zaman 332 çıxılsın, 15 bölünsün 16'ya. Hər tərəfini demək 216 ixtisar etdiyimiz zaman bura qalır 2'də 3 çıxılsın 16'da 15, 16 ortaq məxrəcdir. 16'nı 2'yə böləndə 8, 8 3'ə vurduğumuz zaman 24 çıxılsın 15 bərabərdir 16'da 9. Burada cavab var deyə bu şəkildə qeyd olunur. Üçüncü misal. 2 üstündə 5'dən 2'ni çıxdığımız zaman edir 30. Çünki 2 üstü 5 32 edir. 32'dən 2 çıxanda 30. 4'ü 5'in kvadratına vura da bilərik, vurmaya da bilərik, ixtisar da apara bilərik istəsəz. Yazaq birbaşa 100. Üstə gəlinsin 2'nin kubu edir 8, 8'də 5. İxtisar aparaq. Hər tərəfi deməli 10'a ixtisar edə bilərik. Bu edəcək 10'da 3, üstə gələk 8'də 5. Ortaq məxrəci 40 götürək. Buradan yazım. Deməli 40'ı 10'a böldüyümüz zaman 4, 4 3'ə vuranda 12. 40'ı 8'ə böləndə 5, 5'i 5'ə vuranda 25. Topladığımız zaman 37 edir. 40'da 37. Variantlarımızı uyğunlaşdıraq. 1'ə tapmışıq B. 2'ye tapmışıq A, 3'e de tapmışıq 40, 37 D. 1B, 2A, 3D. Deməli, keçdik uşaqlar C variantına. C variantında açıq tipli suallardır, özümüz yazırıq. İfadənin deyir qiymətini tapın. Birincini elə buradan yazaq. 2'nin kubu 8'dir. 8'in kubu 512'dir. Birbaşa cevabını yazır. Misalı bir de köçürtməyək. 5 vurulsun 3 üstündür 81. O dedir 405. Bərabərdir 107'ye. Yəni birinci misalımızın cevabı 107'dir. İkincini də bu şəkildə qeyd edək. 10 üstündə 5 bölsün 5'in
kubu yazdığımız zaman edir 800 bölünsün 5'in kvadratı 25 üstə gələk 2'nin kvadratı 4'ü də 125'e vurduğumuz zaman 500 edir. 825'e bölünen de 32 üstə 500 bərabərdir 532'ye. Tənliyi həll edin. Biz baxırıq ki, bölünən, bölən qismətdir. Bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. Yəni 64'ü vurmalıyam 9'a. X üstə gələk 4'ün kubu bərabərdir. 64'ü 9'a vurduğumuz zaman 576 deyib bu şəkildə yazacaq. X üstə gələk 4'ün kubu 64'üdür. Bərabərdir 576. 576'dan 64'ü çıxdığımız zaman edir 512. Deməli, tənliyimizin cavabı 512'dir. Ədədə müxtəlif olan qüvvət şəklində göstərin. Baxırıq ki, 4, məsələn, biz bu şəkildə yazdığımız zaman, yəni qüvvət üslərin bir-birinə vurub, məsələn, bunu elə 4 üstündə 12 kimi qeyd etmək olar. 4'ü 3'ə vurub bu şəkildə. Və yaxud da yazarıq 4'ün kubu, 4 üstü 4, daha doğrusu onun üstü 3, yenə 4'ü 3'ə vuranda edəcək 12, 4 üstündə 12. Və yaxud 4'ün kvadratı üstü 6. Yenə 6'nı 2'ye vuranda 4 üstü 12 eləyəcək və yaxud da 6 üstündə 2. Yenə 6'nı 2'ye vuranda 12 edəcək. Boş xanaya uyğun deyil ədədi tapın. Birincini buradan yazaq. 2'nin kvadratı deməli edir 4. 2 üstündə 4 16. 2 üstündə 6 64. 2 üstündə 8 256. Üstə gələk 3 bərabərdir hər hansı bir ifadənin kubu. Biz bunu topladığımız zaman edir 343. Yəni bax bu bərabərlik 343 edir. 343 də 7'nin kubudur. Yəni 300 buradan yazaq. 343 bərabərdir 7'nin kubuna. Ona görə boş xanaya 7 yazılacaq. Digər tərəfdən elə buradan yazaq. 3 üstə gələ 3'ün kvadratı 9, 27, 81 və 243'ə. Topladığımız zaman bu edir 363. Burada fikir versəz 3 vurulsun hər hansı bir ifadənin kvadratıdır. Mən bu kvadratı tapmaqdan ötürü əlbəttə ki 363'ü bölməliyəm 3'ə. Bu edəcək 121. 121 də 11'in kvadratı deməkdir. Yəni burada olacaq 11'in kvadratı. Digər tərəfdən 5-ci cədvəli tamamlayın. Bunu görə burada yaza biləcəyik. A vurulsun B 2048 yazıb A vurulsun B bərabərdir 2048'ə. A'nın qiymətini verir 2'nin kubu 8'dir. 8 vurulsun B bərabərdir 2048'ə. Buradan da B bərabərdir 2048'i 8'ə böldüyümüz zaman 256 edir. Yazdıq bura 256. A bölünsün B'ye. Buradaki misalda B bölünsün A yazılsa daha doğru olar. Çünkü onda tam qiymət alınır. Bunu mən bu şəkildə B bölünsün A edirəm. Çünkü A'nı B'ye böləndə tam qiymət alınmır. Buradan yazaq. B bölünsün A. B'nin qiyməti 9 üstündə 4 edir 6561 bölünsün. 3'ün kubu 27. Bu hesabladığımız zaman edir 243'ə. Yəni bura oldu 243. Digər tərəfdən A'nın kvadratı. Buradan görməyəsiniz, buradan yazım. A'nın kvadratı. 2'nin kvadratı 4'dür. Bir də həmin bu 4'ün kvadratı olur 16. Vurulsun B'nin kubunu bilmirəm neçədir. 16.000'ə. B'nin kubunu tapmaqdan ötürü mən 16.000'i 16'ya bölməliyəm. Bu edəcək 1000. Nəyin kubu 1000 edir? Əlbəttə ki 10'un kubu 1000 edir. Deməli B 10 imiş. Bax bu şəkildə. İfadəsinin qiyməti bu qiymətdən deyir nə qədər kiçikdir. Gəlin birinci hər birini ayıraraq da qiymətlərini tapaq. 3'ün kubu üstə gələk 4'ün kubu. 3'ün kubu edir 27, 4'ün kubu edir 64. Topladığımız zaman 91 edir. Digər tərəfdən 33 çıxılsın 30 üstü 5. 33'dən 30 çıxanda 3 edir. 3 üstündə də 5 edir 243'ə. Yəni ifadəsinə qiyməti nə qədər kiçikdir soruşduğu üçün 243'dən də 91'ə çıxdığımız zaman alırıq 152'ni.
A ədədi 5 üstü kubun 60%, B ədədi isə 4 üstü 4-ün 75% olarsa, AB cəmini tapın. 5 üstü 3. Birinci bunu yazaq. 5'in kubu edir 125. 4'ün üstündə də 4 edir 256. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərənə vurub 100-ə bölmək lazımdır. Bu edir 75. Yəni A bərabər oldu 75-ə. B-ni tapaq. B də yenə 256 vurulsun 75 bölünsün 100-ə. Bu da bərabərdir 192-yə. Bunu da tapdıq ki, B-dir. A plus B cəmi soruşduğu üçün 75-in də üstünə 192-ni gəldiyimiz zaman 267 edər. Bax, bu şəkildə qeyd olunur. 8-ci. Verilən bərabərlikdə boş xanaya yazılacaq ədədi tapın. Bölünən, bölən, natamam qismət və qalıq. Bölünəni tapmaq üçün bizim qaydamız var. Bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub qalığı üzərinə gəlmək lazımdır. Natamam qismətin burada nədir? 2 üstündə 5. 2 üstündə 5 32-dir. Bölənim də 9-dur. Üstə gəlinsin 7. Təkrar edirəm. Bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub üzərinə qalığı gəlmək lazımdır. Bu hesabladığımız zaman edir 295. Yəni burada 295 olacaq. Digər tərəfdən böləni tapmaq üçün isə bölünəndən qalığı çıxıb natamam qismətə bölmək lazımdır. Bölünəndən qalığı çıxıb natamam qismətə bölmək lazımdır. 2 üstündə 4 16 edir. 400-ü 16-ya böldüyümüz zaman edir 25. Bax, bu şəkildə qeyd olunur. 9-cu misal. Deyir, doğru bərabərlikləri göstərin. Bu adi uşaqlar hesablama olduğu üçün elə üzərində qeyd edək. 3-ün kvadratı 9-dur. 9-un kvadratı 81-dir. 81-i 8-ə vuranda 648 edir. Elə həqiqətən də 648 648-ə bərabərdir. Bu doğrudur. Sürətimiz 35-dir. Məxrəcimiz isə 27-ni 9-a böləndə 3 edir. 3-ün üstünə 2 gələndə edir 5. 35-i 5-ə böləndə 7 edər. 5 etməz. Yəni bu səhvdir. Adi hesablama olduğu üçün bir də yazıb vaxt getməyini istəmirəm. Çünki uzun olduğu zaman həm gec yüklənir, həm də uşaqlar bəzən yorulur. Yenə görsəz ki, yenə başa düşmədiniz, yorumlar hissəsində mənə bildirərsiniz ki, bunu hardan aldınız, necə aldınız? Eybi yox, açıq şəkildə qeyd edərəm. 5-in kubu 125 edir. Onsuz da özüm deyirəm. 125 çıxılsın 17 edir 108. 108-i 9-a böldüyümüz zaman 12 alırıq. 10 almırıq. Ona görə bu da səhvdir. 5-in kubu edir 5 üstü 4 edir 625. 2-nin kubu edir 8. 625-i 8-ə vuranda 5000 edir. Onun kubu da 1000 edir. 5000-i 1000-ə böləndə 5 edir. Bu doğrudur. 2 üstündə 6 edir 64. 2 üstündə 7 128. 64-ün üstünə 128 gəlin 192 edir. 192-ni də 64-ə böldüyüm zaman 3 edir. Bu da doğrudur. 4-ü 256-ya vuranda 1024. 2-ni 64-ə vuranda 128. 1024-ü 128-ə böldüyüm zaman edir 8. 4 eləmir. Məndən doğrunu soruşduğu üçün 1, 4, 5. B bənd. 10-cu sualda. Burada elə bunun üzərində qeyd edəcəm. 5-in kubu edir 125. Çıxılsın 27 bölək 343 49. 98-i 7-yə böldüyümüz zaman edir 14. 64 vurulsun 8 bölünsün 2 vurulsun 64-ə. Elə buradan baxdığımız zaman bunları ixtisar eləyə bilərik. 8-də 2-yə böləndə edəcək 4. 2 üstündə 16 vurulsun 9. 216 çıxılsın 198. 144-ü 18-ə böldüyümüz zaman edir 8. Deməli, variantlarımızı uyğunlaşdıraq. Birinciyə 14 uyğun gəlir B. İkinciyə Y. Üçə də D. Və keçdik sonuncu variantımız D variantına. Yəni ifadənin qiymətini soruşur bizdən. Biri burada yazaq. 3-ün kvadratı 9, 9-un kubu 720.
9 üstəgələk 6'nın kubu vurulsun 2. Bu da edir 432. Bu da bərabərdir 1161'e. İkinci tərəfdən 9 üstündə 4. Bunu belə yazsam görünəcək. Edir 6561 bölünsün 81 bölünsün 27 üstəgələk 16 vurulsun 125'e. Çalışacağım buradan yazım. Mötərizənin içərisi elədi 81. 81 böl 27 üstəgələk 16'nı 125'e vurduğum zaman 2000 edir. 81 27'ye böləndə 3 edir. 3 üstəgələk 2000. Bu da bərabərdir 2003'e. Bu da elədi 2003. Digər tərəfdən vuruq hasildir. Məlum olmayan vuruğu tapmaq üçün hasili məlum olana bölmək lazımdır. 6 üstündə 4296 edir. 1296 bölünsün 8'e. 7'nin kubu da 343 edir. 343 çıx x bərabərdir 162. X də bərabərdir bu şəkildə. Ədədi müxtəlif olan qüvvət şəklində göstərin. Bayaqki kimi 518 istəyir bizdən. 509'un kvadratı da yaza bilərəm. 9'u 2'yə vuranda edir 18. 5'in kubu üstündə 6. 5 üstündə 6'nın kubu şəklində yaza bilərik. Boşxanaya uyğun ədədi tapın. Gəlin birinci bərabərliyimizin sol tərəfini hesablayaq. 3 üstəgələ 3'ün kvadratı 9, 20. 7, 81, 243 bərabərdir. Bu edir 363. Yine eyni keçən dəfəki kimidir. C fəndində olan kimidir. 363'ü biz bölməliyik 3'ə, etməlidir 121. 121 də 11'in kvadratıdır. Ona görə boşxanaya 11 yazılacaq. Digər tərəfdən ikincisi 5 üstündə 4, 625, 64, 9, 2. Topladığımız zaman edir 700. Deməli yenə 700'ü biz bölməliyik 7'yə, almalıyıq 100. 100 də 10'un kvadratı olduğu üçün boşxanaya yazılacaq 10. Cədvəli tamamlayaq. M-ni 6912 verir. M-in qiyməti 3'ün kubudur. Yəni 27 vurulsun n bərabərdir 6912. Buradan n-i tapdığımız zaman bölürük, edir 256. Gətirib burada yerinə yazırıq. Digər tərəfdən n bölünsün 8'in kubu edir 512 bölünsün 4'ün də kubu edir 256. 4 üstə 4 daha doğrusu. 512'ni 256'ya böldüğümüz zaman 2 edir. Buranın cevabı oldu 2. En sonuncusu 3'ün kvadratı 9'dur. 9'un da kubu 729'dur. Bölünsün n'in kvadratı bərabərdir 9'a. N kvadratı bərabərdir 81. N də bərabərdir 9. Çünki 9'un kvadratı 81 edir. İfadələrinin qiyməti soruşur. Gəlin yazaq. 19 çıxılsın 11'in kubu. 19'dan 11 çıxanda 8'in kubu 512 edir. 19'un kvadratı 11'in kvadratı 361 üstəgələk 121. Bu 482 edir. 512'dən də 482'ni çıxaram, edər 30. M ədədi 6 üstü 4'ün 25%. Yenə eyni qayda ilə 6 üstündə 4'ü birinci burada qeyd eləyək. Deməlidir 1296. 2 üstündə 7 də bərabərdir 128'e. M-i 6 üstü 4'ün 25%. 1296 vurulsun 25 bölünsün 100'e. Bu edəcək 324. N'in qiyməti isə 128 vurulsun 75 bölünsün 100'e. Bu da edəcək 96. M minus M fərqini soruşduğu üçün 324'dən də 96'nı çıxdığımız zaman almış oluruq. 8-ci bölünən bölən qismət. Dedik bölünən necə tapılır? Natamam qismət vurulsun bölən üstə gəlinsin qalıq. Bu edir 206. Demək bura oldu 206.
Digər tərəfdən bölünən, bölən necə tapılırdı? Bölünən, çıxılsın qalıq, bölünsün, natamam qismət. 27-də də böldüyümüz zaman edir 16. Yəni boşluqda 16 yazılmalıdır. 9-cu. Doğru olmayan bərabərlikləri göstərin. Hansı doğru deyil, onu göstərəcək. 4-ün kubu 64-ün kvadratı 4096 edir. 9-a vurduğumuz zaman da 36864 edir. Yəni bu doğrudur. İkinci tərəfdən 64-ü 8-ə böləndə 8, 8-dən 1 çıxanda deməli 7, 63-ü 7-yə böldüyümüz zaman 8 etmir, 9 edir. Yəni bu səhvdir. 6-nın kubu bu bərabərliyimizin sol tərəfinin cavabı deməli 27-dir. Yəni 27 26-ya bərabər deyil. Ona görə bu da səhvdir. 4-cü misalımızda edir bu bərabərliyin sol tərəfi də 54-dür. 54 54-ə bərabərdir. 5-ci misalımızda yenə 5-ci də doğrudur. 6-cı misalımız isə yanlışdır. Doğru olmayan bərabərliklər soruşur. 2, 3, 6. Yəni D variantı. Bu şəkildə bunu da yazaq və nəhayət sonuncu misalımız olur. 729 bölünsün 81. 468-i 9-a böldüyümüz zaman edir 52. 81 vurulsun 729 bölək 3 vurulsun 729-a. 729'lar ixtisar gedir. 81'i 3'e böldüğümüz zaman 27. 27 vur 216 bölünsün 100 çıxılsın 28. Deməli 27 vurulsun 216 bölünsün 72 edir. Bunlar ixtisar gedir 3'e ve deyir 81. İndi variantlarımızı düzək. 1'ə C, 2'yə Y, 3'ə A. Deməli, bura qədər baxdınızsa, uşaqlar kanalımıza abunə olmağı və fikirlərinizi mənimlə bölüşməyi unutmayın.